Ümumi olaraq İslamda, şəriətdə ad gün təbrik etmək, ad günə görə hədiyyələşmək belə bir şey gəlməyib. Və ad gün məvlud deyilir. Məvlud ərəb dilində məvlud. Və bugünkü gün baxırsınız ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin məvlud qandilini keçirirlər. Bu da həmçinin şəriətdə olmayan bir şeydir. Və bunlar hamısı yəni İslam dinində qadağan olunan və insanı başqa ümmətlərə bənzəməsinə səbəb olan əməllərdəndir. Ola bilsin ki, kimsə bilmir ki, ad gün keçirmək məsələsi şəri baxımdan qadağandır. Və yaxud da ki, bilir, nəfsi qəbul etmir və sizi də öz günahına şərik etmək üçün sizi ola bilsin ki, təbrik edir və sonra da sizdən təbrik gözləyir. Yəni, belə şəxslərlə tam olaraq açıq danışmaq lazımdır ki, bacım, qardaşım, yəni şəriətdə ad gün anlayışı, belə bir şey, hədiyyələşmə, təbrik etmə, belə bir şey yoxdur. Və mən də bacardığım qədər dinimi yaşamağa çalışıram və xahiş edirəm ki, ya nə mənim ad günüm olduğu zaman məni təbrik etməyin, ya da ki, sizin ad gününüz olduğu zaman məndən təbrik gözləməyin. Yəni, bu şəkildə tam olaraq bunu başa salmaq lazımdır, demək lazımdır və sonra da sizə təbrik göndərsələr də siz ona heç bir cavab verməyin və əgər salam aleykum yazarsa salamına cavab verin və hal əhval tutun, həmənki məsələni belə üzərindən keçin ki, özü də inşallah ki, bunu dərk edər. Və yəni onda nəsə ad gün olarsa və siz də ona heç bir şey yazmayın. Yəni hətta sizə bildirilsə belə ki, ad günümdür, təbrik etmədim belə-belə, ondan sadəcə başa salmaq lazım ki, mən dinimi yaşamağa çalışıram, bu da dinimdə yoxdur. Bu şəkildə başa salmaq lazım və onları əməlləri ilə tərk etmək lazım. Əgər qəbul edərsə və özü də şəriətin gətirdiyi qaydalara riayət əməl edərsə, nə gözəl. Və yox, əgər istəməzsə, şəriətdə olanı qəbul etməzsə və onda onunla bu əməllərdə yardımlaşmamağınız məsləhətdir.